Mənim Əbülfətlə dostluğum 50-ci illərin əvvəllərinə təsadüf eləyir. O vaxt mən Köhnə Əhmədi qəsəbəsində ansambla rəhbəri gelirdim və öz fəaliyyət oxuyanlarla məşğul olurdum. Baxışla əlaqədar olaraq mən özüm yeni mahnılar yazmaq fikrinə düşdüm və bir neçə mahnı yazdım. Bunlardan da Novruz Gəncəlinin sözlərinə, o mənimlə uşaqlı dostludur, yazdığım yanına gələndə, sonra Bənövşə və s. mahnılar. Bir gün öz fəaliyyətdə oxunan bu mahnıların içərisində efirdə Əbülfətin səsi mənə rast gəldi. Çox sevindim. Çünki Əbülfət kimi ifaçı hələ mahnıları oxuyur. Mən təəccüb elədim, nəcib mən oxuyurdum. O mənim Ellər Gözləyir adlı mahnımı oxudu. Və çox sevindim. Belə qərara gəldim ki, gedim ona öz təşəkkürümü bildirim. Həmin bu filarmoniya gəldim, Əbülfəti tapdım və ona təşəkkürümü bildirdim. Çox sağ ol, çox gözəl də ifa elədiniz, mənim çox xoşuma gəldi. Sonra ona mən həmin günlərdə daha 2 mahnı verdim. Bir Yağma Yağış, bir də demək Bu Yerdə mahnısını. Yağma Yağışın sözləri Baxtiyar Vahabzadənin, Bu Yerdə də Nəbi Xəzirin sözlərinə yazılmışdı. Hər iki mahnını da o ifa elədi, çox gözəl də ifa elədi. Lakin bir gün mənə dedilər ki, Əbülfət səni axtarır. Mən gəldim filarmoniya bura, Əbülfəti tapdım. O mənə dedi ki, xüsusi söhbətim var. Dedim, buyur, bu ağacların altında bir skamyakada oturduq. Əbülfət dedi ki, bilirsən nə var, Hacıbaba müəllim? Bizim bilirsən ki, bir çox mahnılarımız var, həddən ziyadə. Bunların çox da Secav üstə, Şahnaz üstə, Şur üstə, Çarca və s. üstə yazılıb. Amma Humayun muğamı üzərində çox az mahnı yazılıb. Sən gəl bir təşəbbüs elə, Humayun muğamının üzərində bir mahnı yaz. Mən dedim ki, yazaram. Amma bu şərtlə ki, Humayunu mənim üçün gərək sən elə ifa eləyəsən ki, o mənə dərindən təsir eləsin. Onsuz da Əbülfət Əli Humayunu da çox yaxşı oxuyurdu radioda. Nihayət, belə qərara gəldik ki, onlara gedim, o demək, həmin mahnını mənim üçün öz evlərində oxusun. Mən onlara getməli oldum. Onda o, indiki Nizami Kinoteatrında üzbəüz binada olurdu. Allah onu rəhmət eləsin. Orada görüşdük evlərində və Humayun muğamını mənim üçün oxudu. Çox gözəl oxudu. Sonra mən dedim, yaxşı, indi buna sözlər yazdırmaq lazımdır. Söz əvvəl mahnının mətni olmalıdır. Sonra mən ona musiqi yazaram. Dedi, ancaq bir şərt var ki, Humayun muğamı çox kədərli muğamdır. Şüştər Humayun. Elə yenə ki, bu mahnılıqdan çevrilib mərsiyə olmasın. Dedim, yox, bunun ritmi var da. Əgər bunu mahnını oynaq yazsın, o mərsiyə olmaz, mahnı olar. Doğrudan bu fikirlə mən gəldim, gənə Novruz Gəncəlini axtardım. Çünki əksər hallarda oyuna işləyirdim. O mənə dedi ki, onda o Azərbaycan Gəncləri redaksiyasında işləyirdi. Gəl redaksiyaya, orada bizim gənc şairlərdən var, Qasım Qasımzadə. Allah ona rəhmət eləsin, keçən o rəhmətə getdi. Ona deyək, o yazsın sənin üçün sözlərini. Fikrimi ona başa saldım. Xülasə gəldim redaksiyaya, Qasımla tanış oldum və fikrimi ona izah elədim. Qasım doğrudan az müddətdə bir mahnı yazı gətirdi, söz mətn yazı gətirdi, gəldi. Adı da Eşqimin Növrağı. Həmin mahnı mənim mətn xoşuma gəldi və onun üzərində çox da işləmədim. Humayun muğamı üzərində mən Eşqimin Növrağı adında bir mahnı yazdım. O mahnı da bilirsiniz ki, sonralar artıq Ögey Ana filmində özü üçün əbədi yer tapdı. Ümumiyyətlə Əbülfətin ifa etdiyi bütün mahnılar gözəl idi. Hər bir mahnıya, hansı bir janra, hansı janra müraciət edirsə, çox böyük müvəffəqiyyətlə oxuyurdu.